Nisbi molekul kütləsi 98 və uzun zəncirində 4 karbon atomu olan alkeni beynəlxalq üsulla adlandırın. Siz bilməlisiniz ki, nisbi molekul kütləsi 98-dirsə, alkenlərin formuluna görə CN H2 ilə görə alkenlərin nisbi molekul kütləsi 14 N-dir. 14 N-im 98-ə bərabərdirsə, N-im olasılığı neçə? 98-i 14-ə böləndə 7. 7 dəfə. Deməli, karbonun sayı 7 olmalıdır və uzun zəncirində 4 dənə karbon atomudursa, 4 dənə də buten olmalıdır, yəni uzun zəncirin sonunda. Buten, buten, buten. Hər biri butendir. Deməli, siz burada nəyə görə müəyyən edəcəksiniz? Karbonun sayına görə müəyyən edəcəksiniz. 7 dənə karbon atomu varsa, deməli 7 dənə də karbon atomu hansı variantdadırsa cavabımız da odur. Y variantında Y ilə D variantı ikisi də eyni maddədir. İkisi də yox, cavab deyil onsuz. Çünki orada 5 dənə karbon atomudur. 2 metil deyirsə 1 dənə karbondur. Buten də 4-dür. 1-in üstünə 4 gələndə 5 eləyir. D ilə Y variantı ona görə getdi. B variantında 2,3 dimetil buten 2, 3,3 dimetil buten 1-dir. Hər ikisində 6 dənə karbon atomu var. Dimetil deyəndə 2 dənə karbon, buten 2 və buten 1-də də 4 dənə. Yəni ümumilikdə 6 dənə edir. Amma A variantında 7 dənədir. Cavabımız da ona görə A variantıdır. Sonra gəldik bu digər sualımıza. Deyir, alkeni deyirik yəqin ki, qaz halında olan sıxlığı 2,5-dir. Qaz halında alken nə yazıb burada tuta bilmirəm də. Tak. Sıxlığı 2,5-dir. Deməli kütləsi necə tapırıq? 2,5-i vururuq 22,4-ə. Tapırıq ki, bunun kütləsi 56-dır. Nisbi molekul kütləsi 56-dırsa, deyirsiniz ki, 14 N bərabərdir 56-ya. O zaman N də bərabərdir 4-ə. N-imiz 4-dürsə, C4H10-dur. 0,2 molunun tam yanmasından alınan CO2-nin artıqlaması ilə götürülmüş əhəng məhlulundan keçirəndə neçə mol çöküntü alınır? Siz fikirləşməlisiniz ki, C4H10-un 1 molundan neçə mol karbon qazı alınır? Karbonun sayına görə mən bilirəm ki, artıq burada 4 mol karbon qazı alınır. 4 mol karbon qazı alınırsa, 1 molun 4 mol alınırsa, 0,2 molundan da alınası da 0,8 mol. 0,8 mol CO2 də kalsium OH2 ilə reaksiyaya girib neçə mol çöküntü verəsi də onu tapacaqsınız. Reaksiyamızda kalsium OH2 plus CO2 alınır kalsium karbonatdır. Düzdür. Deməli, burada kalsium OH2 neçə moldur ki, onunla 0,8 mol CO2 reaksiyaya girəcək və nə qədər çöküntü verəcək? Kalsium OH2 özü də 0,8-dir, çünki mola-mol gedən reaksiyadır. Burada su da alınır. Kalsium karbonat özü də alınan çöküntümüz də 0,8-dir. Yəni cavabımız yəqin ki, Y variantıdır. Orada 0,8 yazıbdır. 103 də eyni ilə bunun kimidir. Sıxlığı 1,25-dirsə, vurursunuz 22,4-ə, kütləsi olur 28. Kütləsi 28-dirsə, deməli C2H4-dür. C2H4-ün 0,1 molundan 1 molundan 2 mol karbon qazı əmələ gəlirsə, 0,1 molundan 0,2 mol əmələ gələcək. 0,2-dən də elə 0,2 mol da çöküntü alınacaq. Bu da Y variantı olmalıdır. Gəlirik 104-ə. 0,2 molu yandıqda 31,36 litr karbon qazı verir. 0,2 mol 31,36-dırsa, 1 molu nə qədərdir? Əvvəlcə onu taparıq. 313,6-nı bölək 2-yə neçə dənə edir? 1 molundan neçə litr karbon qazı ayrıldığını taparıq ki, oradan da karbonun sayını tapa bilək. Qısaca 313,6 böl 2 eləyir 156,8. Onu da 22,4-ə böləndə 7 mol eləyir. Deməli, 7 mol karbon qazı alınıbdır. Deməli, tərkibində neçə mol karbon var imiş? 7 dənə karbon atomu var imiş. Buradan bunu müəyyən edirik. 0 yazırsınız ki, ilk öncə 0,2 molundan 31,36-dırsa, 1 molundan x-dır. 1 molumuz 156 tam neçəsə çıxırdı? 156,8. 156,8-dirsə, onu da 22,4-ə bölürsünüz. 7 mol olduğunu tapırsınız. 7 moldursa 7 dənə karbon atomu olmalıdır. A variantı ola bilər.
B variantı 3, 3, 6 ola bilməz. C variantı 3, 4, 7 ola bilər. D variantı da ola bilər. Y variantı da ola bilər. Amma C variantı ola bilməz. Orada da 6 dənədir. Hidrogeni də karbon kimi gördüm. Doğru cavab ya A-dır, ya D-dir, ya da Y-dir. İndi baxaq davamına. Bizə deyir ki, cis və trans izomeri olan alkeni göstərin. Ya A, ya D, ya da Y-dən hansının cis və translığı varsa onu götürəcəyik. A variantına baxdıqda görürəm ki, cis və trans izomerlik yoxdur. Niyə yoxdur? Çünki bax, iki qat rabitədəki karbon atomunun biri budur, biri də budur. Karbon atomuna bir tərəfinə birləşib hidrogen, bir tərəfinə CH3. Düzdür, bax, işarələyirəm. Bu digər karbon atomuna isə bir tərəfinə CH3, bir tərəfinə isə izopropil birləşibdir. Bizim şərtlərimizdən biri odur ki, ya eyni karbon atomunu iki eyni radikal birləşməsin, ya da o karbon atomları yoxdur, hər ikisinə eyni radikal birləşsin. Burada eyni olan yoxdur. Var axı, CH3 var imiş. Bunun cis və trans izomerliyi var. Cavab elə A bəndidir. Cis və trans izomeri olan alkanin formulunu müəyyən edin. Cavab elə A bəndidir. CH3, CH3 eynidir. Əgər CH3-lər eyni tərəfdədirsə cis izomerdir, fərqli tərəfdə olsaydı trans izomer olacaqdı. Mənim gözüm D variantında. Hə, D variantı niyə olmur? Buradakı CH3-lə CH3 eyni radikaldır. Ona görə ola bilməz. Y-də isə 2 dənə hidrogendir, ona görə ola bilməz. D variantını elə bilirdim ki, orada CH3 yox, başqa radikaldır. A variantı da elə cavabımız. Çünki bu karbon atomuna CH3 birləşib, eyni radikalımız var və bir karbon atomuna iki eyni radikal yoxdur. Deməli, uyğundur. Cis və trans izomerliyi əmələ gətirəcək. 105. Hansı dixlor alkana sink metalı ilə təsir etdikdə bir-birinə izomer olan alkenlər alınır? Bir-birinə izomer olan alken deyir də, düzdür. Alkenlər alınıbsa, deməli, xlor atomları aralı ola bilməz. Xlor atomları aralı olan kimi diskul alkan alınır, alken alınmır. 2 ilə cavab burada olasıdır hansı? 4. Niyə? Çünki tərkibində 4 dənə karbon atomu var hər ikisinin. Birindən alınasıdır buten 1, 2 qat rabitə bura gələcək. Dördüncüdənsə alınasıdır 2 metil propen. Amma 3-də baxın 5 dənə karbon atomu var. Ona görə bundan izomer digərlərini alına bilməz. Cavabımız olur 2 və 4. 106. Cis və trans izomerliyə malik hansı birləşməyə su birləşdikdə əsasən üçlü spirt alınır? Üçlü spirt alınması üçün baxın A variantıdır. Çünki mən bunun üzərinə HOH gəlsəm, burada hidrogen gedəcək CH-a, OH isə gələcək buradakı karbon atomuna. Spirtləri keçəndə inşallah bunu izah edəcəyik ki, OH-ın birləşdiyi karbon atomuna 3 dənə karbon atomu birləşibsə, bu üçlü karbon atomudur. 2 dənə karbon atomu birləşibsə ikilidir. Heç nə birləşmir, bir dənə birləşibsə birlidir. Misal üçün, metil spirti birli də deyil, ikili də deyil, üçlü də deyil, sıfırlıdır. Çünki onun digər karbon atomu birləşməyib. Deməli, cavabımız burada A bəndidir. Çünki OH-ın birləşdiyi karbon atomuna 3 dənə əlavə karbon atomu birləşib. Ben beğeniyorum. B variantında HOH-ı gəlsə üstünə. Bir saniyə. Mən elə üçlü spirti, cis və trans izomerliyə heç baxmamışam. Düz yerdə ikincidən də üçlü spirt alınır. Cümləni ya əvvəlini tərs oxumuşam, ya da axırını. Baxın, burada deyir cis və trans izomerlik olmalıdır. Siz ilk öncə baxmalısınız ki, üçlü spirt alınırmı? A-da da alınır üçlü spirt, B-də də alınır. Düz deyir. Çünki OH bura birləşəcək. 3 dənə əlavədir. C-də olmayasıdır. D-də olasıdır. Çünki OH ikisindən birindən birləşəcək. Burada da cis və trans izomerliyə baxacağıq ki, var, yoxdur. Y-də də üçlü spirt alınacaq. Bir dənə C-də üçlü spirt alınmır. Baxaq, indi biz görək bunlardan hansında cis və trans izomerlik var. Əsas odur. A-da baxaq, varmı? Bəli, var. Niyə? Bir tərəfi hidrogendir, bir tərəfi CH3-dür. Digər karbon atomunda da bir tərəfi CH3-dür, bir tərəfi etildir. Yenə bayaq dediyimiz kimi, hər iki karbon atomunda eyni olan radikal var
və bir karbon atomunu 2 eyni radikal birləşməyibdir. Cavab E-dir. A-dır yəni. B variantında isə baxın, bu karbon atomunu 2 dənə CH3 radikalı birləşib. Deməli, cis və trans izomerliyi yoxdur. D variantına da yenə baxın, bu karbon atomunu 2 dənə CH3 birləşib, ola bilməz. Y variantında karbon atomunu 2 dənə hidrogen birləşib, ola bilməz. Cavab olur A bəndi. Elə bilirəm deyir ki, üçlü spirt alınır. Ona görə elə birbaşa tutmadı, amma cavab elə A imiş. Sonra gəldik. Mən indi tez-tez deməyə başlamaq istəyirəm. Ona görə sizə sual verirəm. Bu səhifədə sual olan 108-i mən izah eləyəcəm. Əlavə kimin nə sualı olsa desin mənə zəhmət olmasa. 108-i mən sual izahı edirəm. Misal üçün 112-ni mən 110. izah edim. Yaxşı, 110-u izah edim. Sonra 114-ü izah edim. 109. Elə hamısını izah eləsimdir. Sonra 109. Başqa? Deyin, işarəliyim. Biraz səhifələri tez-tez gedək, çünki halqa deyənlərimiz də var bizim. Başqa burada sual olan? %118. %121. Bunları izah edirəm. Əlavə sualınız varsa verin. 108. Həcmi 4,48 litr olan etilen tərkibində kütləcə 3,2% brom saxlayan məhlulu rəngsizləşdirir. Bromlu suyun kütləsini hesablayın. Siz ilk öncə bilməlisiniz ki, alkenlərimizin 1 molu 1 mol brom ilə reaksiyaya girir. Yəni 22,4 litrim reaksiyaya girəcək elə 160 qram ilə. 1 mol ilə. 4,48 litrim neçə qram ilə reaksiyaya girər? X. X də bərabərdir. 0,2-yə vururuq. Olur 32. Düzdür? Müəllimə, çox sualdır, amma 120-yə də baxaq da. Nə salındıramamışam onu. Baxarıq. 22,4-ə 160-dır. 4,48-ə x-dırsa x-im olur 32. Deməli, mənə 32 qram brom lazımdır. Həmin lazım olan 32 qram bromum neçə faizdir? 3,2%-dir. Deyirsən ki, 32 3,2%-dirsə, bəs mənim neçə qramım 100% olar? Yəni, ümumi məhlulumun kütləsi nə qədər olar? Buradan da tapasıyıq ki, neçə imiş? 1000 olur da. Bəli, 1000 olur cavab. C bəndi olur. Sonra gəldik 109-a. 2 metil buten 1-in H-xlor ilə təsir etdikdə hansı maddə alınır? 2 metil buten 1-in formulunu yazaq. Deyir H-xlor ilə təsir edək. H-xlor ilə təsir etdikdə Markovnikov qaydasına görə əfsanə bilirik ki, hidrogen çox olana, xlor isə az olana gəlir. Düzdür? Bu zaman alınan maddəmiz CH3, C-xlor, xloru daha üstdən yazmadım, qarışmasın deyə. CH3, CH2, CH3-dür. Və baxaq görək bu variantımız hansında verilib? C variantında verilib. Baxın, işarələdim. Eyni maddədir. Gəldik 110-a. Alkenin tam yanmasından 2 litr karbon dioksid ayrılarsa neçə litr oksigen sərf olunar? Deməli, alkenlərdə biz bilirik ki, ümumi formuluna əsasən yazsaq, C-nin H2-nin yanmasına sərf olunur oksigen və karbon qazı alınır və su. Düzdür, reaksiya budur. N moldur deyə karbon qazının qabağına N düşür, suyun qabağına N düşür, oksigenə də o zaman qalır 3N/2. Deməli, bizə veribdi 2 litr karbon dioksid alındı. Yəni, N-imiz 2-dir. N-imiz 2-dirsə, gətirib oksigenin əmsalında, yəni 3N/2-də yerinə qoyuruq. Bu zaman onda olur 3/2/2. Cavab da olur elə 3. Oldu Y variantı.
Gəldik 112-yə. 3 metil buten birin molekulunda neçə siqma rabitə sp3 hibrid orbitallarının örtülməsi hesabına yaranır? Yazaq baxaq. sp3 hibrid orbitallarının bir-birini, yəni sp3 sp3 arasında. 3 metil buten birin formulunu yazırıq. Maddəmiz budur. Əvvəlcə karbon atomlarının hibridləşmə vəziyyətini yazaq. İkiqat rabitəsi var deyə, yəni pi rabitəsi var deyə sp2, sp2, sp3, sp3, aşağıdakı da sp3-dür. Yazdıq. Bunları yazdıqdan sonra bizə deyir bir-birini örtməsi hesabına. Yəni sp3 hibridləşmə vəziyyətində olan karbon atomlarının arasındakı rabitəni tapmalısan. Karbon atomları arasındakı siqma rabitəni. Yəni baxın bu hissəyə baxmalısınız. Bu 3 dənə karbon atomu. Bunlar arasında neçə dənə rabitə var? Biri bu karbonla bu karbon arasında 1, biri də bununla bunun arasında 2. Deməli ümumi 2 dənəymiş. Cavab da olur 2. Buten 2 molekulunda sp2, sp3 və sp2, s orbitallarının örtülməsindən yaranan siqma rabitənin ümumi sayı neçədir? Gəlin o maddəni də yazaq baxaq. Buten 2 deyirsə, formulumuz budur. Yazanda görürəm ki, sp3 hibridləşmə vəziyyətindədir. sp2, sp2 və sp3-dür. Bunları yazdıqdan sonra deyirik ki, sp2, sp3 arasındakı siqma rabitə, baxın, bu karbon atomu işarələdiyim sp2 ilə sp3 bu iki arasındakı siqmadır. Yəni bir dənə burada, biri də bu digərlərində arasındakıdır. Biri də burada. sp2, sp3 2 dənədir. sp2, s isə sp2 hibrid halında olan karbon atomlarına birləşən hidrogenin sayını istəyir. Baxın, burada göylə işarələyəcəm bunu da ki, qarışmasın. Baxın, bu ikisindəki karbon atomlarını, hidrogen atomlarının sayını istəyir. O da 2 dənədir. 2 dənə digərləri, 2 dənə də bu. Toplayanda cəm olur 4 dənə A bəndi. Daha sonra gəldik 118-ə. Eyni sayda karbon atomu olan alkanla. Heç burada formula. İstəyirsiniz formula görə gedin. İstəyirsiniz eyni karbon atomu olan 2 dənə, bir dənə alken, bir dənə alken götürün. Fərqi yoxdur. Gəlin 2 dənə karbon atomları eyni olan alkan və alken götürək. Gözləyin. Ben silin buranı. Aydınlıq olsun. Götürək misal üçün C4H10 və C4H8. C4H10-un da karbon-karbon arası siqma rabitə karbonun sayından bir vahid azdır 3 dənə. Karbon-hidrogen arası hidrogenin sayı demişə 10 dənə, cəm oldu 13. C4H8-də yenə karbon-karbon arası 3 dənə, hidrogenin də sayı 8-dir deyə üstünə 8 gəlirəm, olur 3-ün üstünə 8 gələndə 11. Alkanda oldu 13 dənə, alkende oldu 11 dənə. Aradakı fərq nə qədərdir? 2 dənə. Bu bəndi. 120-yə baxaq. Molekulunda qeyri-polyar siqma rabitə deyir. Bəlkə sən pi rabitəni nəzərdə tutub yazmısan. N-1 də bərabər N. Qeyri-polyar siqma rabitə N-dirsə, deməli karbon-karbon arasındakı siqma rabitə N-dir. N+1-dir. Onda alken karbonun sayı N+1-dir. Onu mən qarışdırmışam. Hidrogenin sayı da 2N+2 olacaq. O da Ümumi dəmdə olacaq 3N+3. İndi 121-də karbon-karbon siqma rabitə sayı N+1-dirsə, karbonun sayı deməli. N+2-dir. Hidrogenin sayı da 2N+4-dür. Cəmdə olacaq 3N+6. Aydın oldu? Bəli, müəllimə, nəysə qarışdırmışam. Keçdik digər səhifəyə. Buyurun uşaqlar, artıq bu səhifədə özünüz suallarınızı verin. Çünki bu tiplərin demək olar ki, çox böyüyünü yazdım. 122. 122.
Baxaq 122-yə. 2 dənə variant arasında qalmış. Budur. Gəlin baxaq. Deyir alken molekulunda n bərabərdir 4-dür. Yəni 126, 131. 126, 131-i də işarələyim. Başqa kiminsə sualı da varsa versin. %22-yə baxaq. Alken molekulunda n bərabərdir 4-dür. Yəni C4 H8-dir. X-in izomerini göstərin. Heç bir şeydir. C4 H8-in üstünə H xlor gələndə nə alınasıdır Hafizə? C4 H9 var. Bəli. İndi deməli bu izomerini istəyirsə tərkibində 4 dənə karbon olmalıdır, 9 dənə hidrogen olmalıdır, 1 dənə də xlor olmalıdır. A variantında 2 dənə xlor var, olmaz. C variantında 2 dənə xlor var, olmaz. Y variantında 2 dənə xlor var, olmaz. D variantında da 5 dənə 5 karbon, dənə amma 4 dənə karbon karbon var. olmalıdır. Cavab verin. Ha. Bildin? Bunu reaksiya falan yazmışdım, bəli. Niyə uzadırsınız bu qədər özünüzü yorursunuz? 124. Ən az asimetrik karbon atomu olan alkenin H xlor ilə reaksiyasından alınan əsas məhsul. Mən bunu ən az asimetrik karbon atomu olan alkeni sizə misal olaraq yazmışdım izahda ki, baxın buna aid suallar düşəcək. Buna görə deyirdim ki, suallar var. Ən az asimetrik karbon atomu olan alkenimiz bir karbon atomuna 4 müxtəlif radikalın birləşməsi deməkdir. Yəni, baxın, bu işarələyirəm 3 nöqtəyini belə ulduz işarəsi ilə. Bu asimetrik karbon atomu eləməliyik bunu. Bunu ona görə birləşdirirəm. Bir tərəfinə vinil radikalını. Vinil. Bir tərəfinə birləşdirirəm metil. Bir tərəfinə də birləşdirirəm CH3. Bir tərəfinə də birləşdirirəm hidrogeni yanına qoyuram. Oldu sənə 3 dənə. Bir tərəfinə də birləşdirirəm CH5-i. Və mənim maddəm olur, baxın bu. Daha sonra mənə deyir ki, bunun üzərinə H xlor gəl. H xloru da gələndə hidrogen gedir, hidrogeni çox olana, xlor gedir, CH-ı çox olana. Nəticədə alınır C2H5, CH, CH3, xət qoyuruq, CH, mənə verək. Hidrogeni ora gətirsək, doğrusu xloru, xlor gələcək, bura düşəcək, bura qalacaq CH3. Və maddəni adlandırırıq. 1, 2, 3, CH5-i açsaq 4, 5 olacaq. Adı olacaq 2 xlor, 3 metil pentan. 2 xlor, 3 metil pentan. Variant hansıdır? E variantı. 126-da deyir ki, CH4 və X mol karbon qazı qarışığını tam yandırmaq üçün 6 mol oksigen sərf olunur. Siz bilməlisiniz ki, burada CO2 yanmır. Yanan maddəmiz C2H4-dür. C2H4-ü yandırmalıyıq. C2H4-ü də yandıranda, oksijeni ilə reaksiyaya verəndə alınır CO2 və su. Düzdür. İndi baxaq, bu reaksiyanı da yazaq, əmsallaşdıraq. Bura 2 düşəsidir, suyun qabağına 2 düşəsidir, oksigenə də 3 düşəsidir. Düzdür. Deyirik ki, 6 mol oksigen sərf olunubdur. 3 mol oksigen sərf olunanda 2 mol karbon qazı əmələ gəlir. 6 mol oksigen sərf olunanda nə qədər karbon qazı əmələ gələcək? 6 mol. 4 mol, düzdür. Mənim onsuz da x mol karbon qazım var idi, 4 mol da karbon qazım alındı. Nə qədər karbon qazım oldu? X + 4. Və bitdi. Gəldik 131-ə. Metanın 600 dərəcədə parçalanmasından Sevane, C2H4 və hidrogen qazı alınır. Yəni bunu götürəcəyik. Biri. İkincidə CH3-ün alkanların monohalogenli törəmələrindən natrium ilə, yəni Würz reaksiyası nəticəsində yenə nə alınır? Alkan. Alkan alınır. Ona görə götürmürük.
Üçüncü sualımızda isə C4H10-un crackingi nəticəsində, ümumiyyətlə cracking nəticəsində nə alınır? Alkan alken. Alkan alken. Yəni buradan C2H6 və C2H4 alınacaq. Buradan da alınır. C2H6-nın da 500 dərəcədə parçalanmasından C2H4 və hidrogen qazı alınır. Deməli, doğru cavabımız 1, 3, 4 olur. Sonra burada sual qalmadı ki. Okay. Aha. Buradan deyin suallarınızı. 39. Sonra Bir de 144 var mənim. sonra başqa uşaqların sualı yoxdur. Sual verin də. Verdim. Məndə 137 də var. Fatimə, niyə sualları vermirsən? Başqa Mənim sualın yox. Sivana 41-46 yazır. Fatimə, başqa sualın. Bitdi müəllimə. Dəqiq. Bəli. Aha. Bir-biri ilə izomer olan diskloalkan və alkenin nisbi molekul kütlələrinin cəmi 84-ə bərabərdir. Alkenin molekul formulunu müəyyən edin. Alkenin molekul formulunu müəyyən edəndə deyirsiniz ki, baxın, bir-biri ilə izomer olan, bir-biri ilə izomer olan deyirsə, deməli, bunlar eyni formula malikdir də. Yəni misal üçün izomerdirsə, biri C3H6-dırsa, digəri də C3H6-dır. Ümumi nə olsun, biri diskilikdir, biri alifatikdir, amma izomerdirsə eyni qədər karbon atomları var, eyni qədər hidrogen atomları var. Ümumi kütlələri 84-ə elə bilin ki, buradaydıq ki, dedik ki, İzomerdirsə, bunların kütlələri bir-birinə bərabərdir. Birinin kütləsi X-dırsa, digərinin də kütləsi X-dır. Çünki həm bir-birlərin siniflərarası izomerdirlər, siniflərarası izomerdir və bir-birinin izomeridirsə, deməli nisbi molekul kütlələri də bərabərdir. İndi sən bu X, birinin kütləsi X-dırsa, digərinin də kütləsi X-dır, Fatimə. X-in üstünə X gəlmişəm, bərabər olub 84-ə. Onda 2X-in bərabərdir 84. X-in bərabərdir 42-yə. Alkenlərin ümumi formulu nədir? N H2N də axı. 14-ün bərabər imiş 42-yə, N də bərabər imiş 3-ə. Deməli, C3H6 imiş. B bəndi. Aydın oldu, Fatimə? Fatimə qoşulmuyor. Yoxdur mənim. Qoy yazaq. İndi gələr. Yenidən deyərik Fatimə. Fatimə gəldi. Fatimə, izah elədim 84-ü, yenə edirəm. Bax. Deyirik ki, bunlar bir-birinin izomeridirsə, deməli bunların kütlələri də bir-birinə bərabərdir. Çünki hər ikisində eyni qədər karbon, eyni qədər hidrogen var. Bunun kütləsi X-dırsa, alkenin də kütləsi X-dır. Cəm 84-ə bərabərdir. Cəm 84-ə bərabərdirsə, onda X-in kütləsi 42-dir. 14 N də 42-dirsə, N də olur 3, yəni C3H6-dır. Aydın oldu? Aydındır müəllimə. 138-i dediniz. Alkenin xlorla birləşməsindən alınan maddənin nisbi molekul kütləsi 113-ə bərabərdir. Bu alkenin molekul formulunu müəyyən edin. Alkendir C4H SN-H2N-dir. Bunun üzərinə xlor qazı gəlsəm, alınır CnH2n xlor 2. Bu 113-ə bərabərdir.
Mən də bilirəm ki, CnH2-ni yazıram 14-in. 2 dənə xlor atomu da 35-15-i 2-yə vuranda olasıdır 71. Bərabər imiş 113-ə. Onda 14-in bərabər imiş 42-yə, n yenə bərabər imiş 3-ə. Etilenə yüksək təzyiq və katalizator iştirakı ilə su buxarı ilə təsir etdikdə alınan oksigenli üzvü birləşmənin nisbi molekul kütləsini hesablayın. C2H4-ün üzərinə su gəlsəm, biz bilirik ki, birləşmə reaksiyasına daxil olur. Nəticədə alınır C2H5OH. Yəni etil spirti. O da 46 qramdır. Bu iş elə bu. Bəli. 18 qram artım olur da. 28 budur, 18 budur. Cəmdə olur 46. Və yaxud da C2H5OH-ın Aydındır. kütləsini tapın. 140. Etan və etilendən ibarət 10 litr qaz qarışığını tam hidrogenləşməsinə 6 litr hidrogen sərf olunubdur. Siz burada bilməlisiniz ki, etan hidrogenləşmə reaksiyasına daxil olmur. Reaksiyaya daxil olan etilenin özüdür. Etilenin də 1 moluna 1 mol hidrogen lazımdır. Neçə moluna 6 lazım olar? Elə 6. Deməli, etilen 6 imiş. Onda etanımız nə qədər imiş? Ondan çıxıram 6-nı 4 imiş. 4-dürsə neçə faizdir? 4-ü bölürəm ona, vururam 100-ə. O da olur 40%. Yəni B bəndi. 141-də də həmçinin propan və propilendən ibarət 10 litr qaz qarışığını tam hidrogenləşməsinə 8 litr hidrogen sərf olunur. 8 litr hidrogendirsə, deməli propilen də 8 imiş. Onda propan ondan 8-i çıxıram 2 imiş. 2-dirsə neçə faizdir? 2-ni bölürəm ona, vururam 100-ə. O da eləyir 20%. C bəndi. Sonra neçə demişdiniz? Məndə burada silinibdi deyə bilmirəm. Burada başqa sualınız Məndə 44 var müəllimə. 144. Səvanə də deyəsən 146 demişdi. Fatimə, Əfsanə, bəsdir, nə sualınız varsa verin. 144 ilə 146-nı deyirəm, başqa kiminsə sualı varsa desin. Hansı karbohidrogenlərin hidratlaşmasından əsasən üçlü butil spirti alınır? Üçlü butil spirtidirsə, deməli tərkibində 4 dənə karbon atomu olan olmalıdır. Bir dənə buradan C bəndinə çıxa bilərik. Daha sonra isə bir-bir yoxlamalısınız. B bəndini də çıxırıq. Heç birbaşa baxmırsınız. Çünki 5 dənə karbon atomudur. Butil deyirsə, deməli 3 dənə karbon atomudur. A, D, Y variantından biridir. Bir-bir yoxlamalısınız ki, hansı ola bilər? Cavab burada A bəndidir deyə mən indi birbaşa yazıram. Bunun üzərinə sevan hafizə HOH-ı gələndə hidrogen gedəcək çox olana OH gələcək ortaya. Nəticədə alınacaq CH3 karbon, CH3, CH3, aşağıya da OH birləşəcək. Bu da üçlü butil spirtidir. Yəni bu üçlü Bildim butil ana. radikalına OH-ı birləşdirmişik. Amma Aydın oldu? spirtlər bilmirdim ona görə. Bəli, yadımdan çıxıb. Hə. Sonra gəldik 146-ya. Hansı birləşmənin sinklə qarşılıqlı təsirindən 2 metil buten 2 alınır? Baxaq. 2 metil buten 2 alınması üçün ilk öncə bizim şərtimiz odur ki, 2 dənə halogen atomu yan-yana olmalıdır. Baxın, A variantında ümumiyyətlə 1 dənə halogen atomudur, getdi. D variantında halogen atomları arasında məsafə var. Ona görə getdi. Cavab qaldı ya B, C, Y variantında. 2 metil buten 2 deyirsə, baxaq görək hansıdır. 2 qat rabitə ikinci karbon atomunda olmalıdır. Baxın, burada əgər Y variantına baxın. Y variantında sink ilə təsir eləsəm, 2 qat rabitə birinci karbon atomunda olacaq. Bunlar qırılacaq, 2 qat rabitə bura gələcək. Buten 1 olmalı idi, buten 2 olmayacaqdı. Ona görə getdi.
B variantında da yenə bromlar qırılacaqdı, gələcəkdi birinci karbon atomuna düşəcəkdi. Bu ten 1 olacaqdı, ona görə getdi. Amma C variantında bromlar qırılacaq, gələcək ikinci karbon atomuna düşəcək. 1, 2, 3, 4 nömrələyəndə 2-yə birləşəcək metil həm də ikinci karbon atomunda 2 qat rabit olduğuna görə adı olacaq 2 metil buten 2. Aydın oldu? Misal üçün 147-də buten 1 deyir. A variantı getdi, bromlar arasında fərq çoxdur. Y variantı da getdi. Daha sonra C variantı da getdi. Cavab ya burada B-dir, ya da ki D-dir. Variantımız B-dir, çünki bromlar birinci karbon atomu 2 qat rabitə birinci karbon atomuna gələcək. Nömrələsək 1, 2, 3, 4-də 3 metil buten 1 olasıdır. Gəldik digər səhifəyə. Buyurun, buradan suallarınızı deyin, alkenləri tez bitirək. Kimin nə sualı varsa xahiş edirəm tez desinlər. Sevanə, Hafizə, 154 Fatimə, müəllim. Əfsanə, hər kəs suallarını versin. 154. Sıxlığı 1,125-dirsə, sən bilməlisən 62 ki, rho bərabərdir m bölü v düsturuna əsasən. M bərabərdir rho vur v. Rho'muz 1,125-dir. Fatimə, qazların həcmi nə qədərdir? 22,4 litrdir. 1,125 22,4-ə vurursan 28. Hidratlaşma deyirsə, yəni su ilə reaksiyadır. Özünə su birləşdirir. Özü 28 qramda 18 qram da suyu birləşdirərək öz kütləsi olur 46. Aydın oldu? Bəli, müəllimə. Sonra sual 62. 62-yə qədər kiminsə sualı varmı? Xeyr, Sevan yazıb amma 65-dir. Aha. Hansı alkenin 7,2 qram su ilə reaksiyasından 24 qram spirt alınır? Deyirsən ki, alkenlər özlərinə 1 mol birləşdirir suyu. Düzdür, Hafizə? Burada 7,2 qram birləşdirib 24 qram spirt alınıbdır. 24-dən 7,2-ni çıxaram, görüm bu 7,2 qramdan reaksiyaya girən alkenin kütləsi nə qədərdir? 24-dən çıxıram 7,2-ni. Olur neçə? 12,8. Deməli, Bəli. 12,8 qram alken ilə 7,2 qram su birləşir. Amma bizim normalda alkenimizin 1 molu ilə 18 qram birləşir axı. İkisi 18-dir. Buradan da alkenin kütləsini tapıram. Gör neçə edir 1 molunun kütləsi? 128, 128-i də böl 4-ə. 71. 128-i 128 4 böləndə neçə eləyir? Ay 72 33 daxil. eləmir. Peki hansı alkenin 7,2 qram su ilə Mən sit qarşıyam. Mən nəyisə səhv elədim? Niyə düz hesabladım? 32 olsa alkenin kütləsi çıxmır axı. Hansı alkenin Bəli, 7,2 qram su ilə reaksiyasından 24 qram spirt alınır? 24-dən 7,2-ni çıxanda 12,8 qalır. Siz də deyirsiniz ki, Xeyr. hə, mənim riyaziyyatım bu qədərdir. Siz niyə deyirsiniz hə? 16,8. 16,8 qalır. Ona görə də səhv hesabladım. 168-i böləndə 4-ə eləyir 42. Bir deməli 1 molunun kütləsi 42 imiş. Özü də C aşağıdaymış. Aydın oldu? Aydındır mənim. 24 yazmışam ora ha. Amma 20 nəzərimdə tutub çıxıram. 20-dən çıxırım 7,2. Ona görə 12,8 demişəm. Amma orada 24 axı. Bu biri səhifədə 165-ə qədər sual ola. 65. Yox, mən ona qədər yoxumdur. 68 var məndə. Fatimə, Əfsanə Bir də Sevani 73 yazıb. 168, Aha, məndə 173. 173, 65 başqa? 165, 168, 173 başqa? Yoxdur.
Alkenlər üçün hansı ifadələr doğrudur? Kalium permanganat məhdudunu rəngsizləşdirirlər, doğrudur. Birləşmə reaksiyasına daxil olurlar, doğrudur. Bütün karbon atomları sp3 hibrid halındadır, xeyr. Alkenlərdə həmişə 2 dənə karbon atomu sp2-dir. Cavab burada 1 və 2-dir. 165. Sink ilə təsir edirəmsə, yan-yana 2 dənə xlor atomu olmalıdır. Mütləqdir ki, yan-yana olsun. Misal üçün 1, 2, 2, 3, 3, 4, 4, 5 yan-yana atomlar, karbon atomlarında olmalıdır. Ona görə A bəndi getdi, B bəndi getdi, Y bəndi getdi, yan-yana deyil. Cavab ya C-dir, ya D-dir. Sulfat turşusunun iştirakı ilə buten 1 alıramsa, deməli o bir atomlu spirt olmalıdır. İndi siz burada spirtləri bəlkə də müəyyən edə bilməmisiniz. Butandiol 2 atomludur. Yəni 2 dənə OH var deməkdir D-yə görə. Ona görə C variantı gedir. Bir atomlu spirt olmalıdır. Biz bir atomlu spirtlərin sulfat turşusu iştirakında dehidratlaşmasından alırıq. Cavabımız olur butanol 1 və 1 xlor butan, yəni D bəndi. Aydın oldu? Aydın oldu. Hafizə, Tofiq, sizin sualınız idi. Bəli, burada nəyə bir dənə başa düşməmişdim. Kalium permanganatı. Olmasa. Spirti verir, ikili spirtini verir, birli spirtini verir, orada qalır. Aha, yox, bu butandiol 2 atomlu spirtdir. Yəni birinci və ikinci karbon atomuna OH 2 dənədir. Biz amma bir atomlu spirtlərdən alırıq deyə butanol 1 olmalıdır. Gəldik 173-ə. Alkenin katalitik hidrogenləşməsinə 2,24 litr hidrogen sərf olunmuşdur. Bu karbohidrogenin həmin miqdarının bromlaşmasından 20,2 qram dibrom alkan alınarsa, alkenin formulunu müəyyən edin. Siz bilməlisiniz ki, hidrogen ilə alkenlərimiz mola-mol reaksiyaya girir. Yəni 1 mol alken ilə 1 mol hidrogen reaksiyaya girir. İndi bizə burada 2,24 litr hidrogen veribsə, deməli hidrogenim 0,1 moldur. Deməli alkenim də neçə moluymuş? 0,1 moluymuş. 0,1 molun da brom ilə reaksiyasından 0,1 mol dibrom alken alınacaq deyə, deməli CN, H2N, brom 2-nin 0,1 molu 20,2-dir. 0,1 molu 20,2-dirsə, 1 molu nə qədərdir? X. X də bərabər olur 202-yə. Deməli, bunun kütləsi 202-dir. CN, H2N, brom 2-nin. Gətirib yerinə qoysaq, olasıdır necə? 14N plus 160 bərabərdir 202-yə. Onda 14N bərabərdir. 202-dən 160-ı çıxanda 42, N də bərabərdir 3-ə. Bütün cavablar S3H6 alınır. Bilmirəm bu S3H6-dan nə istəyirlər. Aydın oldu? Bəli. Keçdik davamına. Bu biri səhifədə suallarınızı verin. 77. 74'ü yazmışsınız. 74'ü yazan var. 77'ni bildi. Məndə sualdır. Aha. Məndə də sual. 174, 175, 176 bunları izah eləyəcəm hamısını. Alifatik karbohidrogendir. Hidrogen atomlarının sayı A-dır. Kimyəvi rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbital sayı isə A plus 4-dür. Deməli, biz bilməliyik ki, qeyri-hibrid orbital sayını tapanda neynirik uşaqlar? Hidrogenin sayının üstünə gəlirik 2 pini. Düzdür. Burada hidrogenin sayını ilə veribdir mənə A. Deməli, A götürəcəyəm hidrogenin sayını. Üstünə də gəlmişəm 2 pini. Bərabər imiş A plus 4-ə. Onda mənə kim deyər? Pi rabitədən nə qədər var imiş burada? 2 dənəmişdi. 2 dənə. Alkagen. Düzdür. Ya alkadendir, ya alken. Yəni bu biraz bura niyə gəlib düşübdür bilmirəm. Alken dərsinə əla atmamalıydılar, amma atıblar olsun. Bu yəni alken deyil. Ya alkadendir, ya alkendir. Yəni CN H2N-2-yə uyğundur. Deyir X-in homoloji sırasına daxil olan karbohidrogenlər üçün hansı qrafik doğrudur? Biz də bilirik ki, alkadenlərdə karbon sabit deyil. Yəni karbon get-gedə azalır kütlə payı. Hidrogenda isə artır. Alkanlarda
karbon artırdı, hidrogen azalırdı. Alkadiyen alkinlərdə isə əksinədir. Birincidə isə ümumiyyətlə sabit olması diskol alkandan alkenə aiddir. Aydın oldu? Yəni biz burada müəyyən edirik ki, pi rabitənin 2 dənə olmasından bu ya alkindir, ya alkadiyendir. Ümumi formulu CnH2-2-dir. Alkenlərdə də alkadiyenləri keçmisinizdir. Heç alkinləri qatmayın bura. Alkadiyen kimi fikirləşin. Alkadiyenlərdə hidrogenin kütlə payı nə olur get-gedə? Dəyişmir alkenlərdə. Alkadiyen. Artır. Alkadiyində hidrogen Yəni- artır. Hidrogen artır. Karbon azalır. Buna əsasən Azalır. ikinci qrafik yanlışdır, üçüncü qrafik doğrudur. Tofiq, mən burada pi rabitənin 2-dən olmasından müəyyən elədim ki, bu alifatik karbohidrogenimiz alkadiyenlərə aiddir. Ona görə alkadiyenlərə aid olanı yoxlayırıq. Bəlkə bu sualı gətirib niyə alkinlər dərsinə atıblar, onu anlamadım. Hidrogen niye azaldı? Nə? Arttı. Hidrojen kütle payı. Bax ki, bir dənə alkadiyen götürək. CnH2-2-də bir dənə alkadiyen götürəndə birini götür C3H4, birini götür C4H6. C3H4-də ümumi kütlədə hidrogenin kütlə payını tapanda 4-ü böləcəksən 40-a. C4H6-da isə 6-nı böləcəksən neçəyə? 12-ni vur 4-ə, 48, 9'da 1. 48-in də üstünə 6. 9'da 1 müəllim. O da 10'da 1. Arttı. Bildim. Neçə eləyir bu? 4-ü vurdum 12-yə, 48, 54 48, eləyir. hə, 54. İxtisar eləyəndə bu 9'da 9-da 1 eləyir, bu da 10-da 1 eləyir. Nə oldu? Artdı. Həmişə belə yadda saxla da. CnH2 plus 2-dirsə, plus 2-dirsə hidrogen azalır. Minus 2-dirsə artır. Hidrogen azalırsa karbon artır. Hidrogen artırsa karbon azalır. Bir-birinin əksidir. Qısaca, alkanlarda hidrogenin molekul kütlə artdıqca azalır, karbon artır. Alken diskul alkanlarda dəyişmir. Alkin və alkadiyenlərdə isə hidrogen artır, karbon azalır. Aydın oldu? Mən elə onu sizdən soruşacaqdım Hə. əslində. Çünki keçən il deyəsən ya Aysu ya da Nuray Oysulu demişdi bizə. Hə, Formula ikiyə əsasında görə. tapmaq olurdu. Düz deyir. Bəli. Mənfidirsə O zaman plus tutulursa olsa hidrogeni, plus olursa azalır, minusdursa artır. Bəli. Sonra 174 getdi. Gəldi indi 175-ə. Sadəcə burada bir əlaqəsiz bir şey var ki, bu dərsə uyğun deyil bu. Alkadiyenlər və yaxud da alkinlər dərsində verilsəydi daha yaxşı olardı. 175. 1 mol alkenin müəyyən hissəsinin tam yanmasından 3 mol karbon qazı alınmışdır. Bu alkenin qalan hissəsində bütün atomların mollarının cəmini hesablayın. Siz bilməlisiniz ki, 3 mol karbon qazı alınıbsa, deməli burada nə qədər karbon atomu yanıbdı? 3 dənə karbon atomu yanıbdı. Alkenlərin ümumi formuluna görə 3 dənə karbon atomu yansa, neçə dənə hidrogen atomu yanar? 6 dənə də hidrogen atomu yanar. Onda alkenlərdə ümumilikdə nə qədər atom var CnH2-nə əsasən? 3N-dir. 3N-dən çıxırsan buradakı atomların cəmini 3 plus 6-nı, yəni 9-u. Cəm olur 3N-9, yəni C bəndi. Karbon 3 dənə yanıbsa, hidrogen 6 dənə yanar. Deməli, ümumilikdə 9 dənə atom yanıbdı. CnH2-də ümumilikdə 3N atom varsa, 3N-dən də çıxırıq 9-u. Sonra sualınız 177 deyilmişdi. 1 mol alkenin müəyyən hissəsinin tam yanmasına 1 mol oksigen sərf olunubdur. Alkenlərdə oksigenin əmsalı nədir? 3N/2-dir. 1 molu sərf olunubsa, geriyə nə qədər qaldığını tapmaq üçün 3N/2-dən çıxacam 1-i. Bu da olur riyaziyyatçı uşaqlar. 3N bölünsün 2, çıxılsın 2-də 2. Bu da eləyir 3N çıxılsın 2 bölünsün 2. 2 bölü 2. Əgər 2 mol desəydim, onda indi hesablayın da riyazi qayda olaraq 3N bölü 2-dən 2-ni çıxacaqdınız. 3 dəfə desəydim 3-ü çıxacaqdınız, yəni bu cür. Sonra Onda mən bu oksigenin mol sayına görə çıxırıq da onu. bəli, sərf olunan oksigenə görə. Sonra Aydın. 178-də hidrogenin sayı 2N-2-dirsə, karbonun sayı 2 dəfə az, N-1-dir. Deməli, bizdən nə istəyir?
molekulundakı rabitələrin ümumi sayını istəyir. Karbonun sayı n-1-dirsə, deməli karbon-karbon arası sigma rabitə n-2-dir. Karbon-hidrogen arası 2n-2-dir onda hidrogenin sayıdır. Bir də pi rabitə var deyə biri nəzərə alırsınız deyə bu üçünü bir toplamalısınız. Olur 3n-4, üstünə də 1 gələndə 3n-3. Sigma rabitə desəydi pi-ni nəzərə almazdınız. Sonra bu səhifədə sualınız tez zəhmət olmasa deyin. Məndə yoxdur. Kimdəsə varsa desin. Keçdik bu biri səhifəyə. Bu biri səhifədən deyin. 184, sonra 185, 186. Yox, məndə bir dənə 85 var. 184-ə baxaq, yavaş-yavaş gedək də. Deyir, x-i müəyyən edin. X və Y karbohidrogenlərindən ibarət 184 qram qaz qarışığını bromlu sudan keçirdirəm və 8 mol X qazı çıxır. Məhlulun kütləsi isə 56 qram artır. Məhlulun kütləsi 56 qram artıbdırsa, bu o deməkdir ki, Y-im 56 qram imiş və reaktivə girib. Alken imiş. Alkenlər çünki bromlu suyu rəngsizləşdirir. Bromlu suyu rəngsizləşdirməyən ya alkanlardır, ya diskul alkanlardır. 56 qramı çıxıram 184-dən. Geriyə neçə qalır? 184-dən 56 çıxanda görün neçədir? %132. Deməli, 8 molu X-in 132 imiş. Onda 1 molumuz nə qədərdir? X. X-də bu günləri hesablamaların hamısını səhv eləyirəm deyə sizdən soruşuram. X-in mol miqdarı nə qədərdir onda? %132-ni bölün 8-ə. Bir dəfə Mən 128 olunur. 128 də 8-ə böləndə alınır 16. nə gözəl sıxanda səhv çıxmısan, hə? 16. Bəli. Deməli, kütləsi 16-dır. Hə, kütləsi 16-dır. 1 molun kütləsi 16-dır. Variantlara da baxanda 1 molun kütləsi 16 olan metandır. Ona görə metanı götürürük. 185-də deyir ki, alifatik karbohidrogendir. 0,2 molunun yanmasına 4,4 qram karbon qazı sərf olunur. 0,2 moluna 4,4-dürsə 1 moluna nə qədərdir? %2-yə onda 1-dirsə, deməli 1-ə də olur. Onda 1 bölünsün %2. Hə, mol miqdarı ilə tapın. Bu 0,1 moldur. 0,2-yə 0,1-dirsə 1 mola da 5 olacaq. Deməli, karbon qazı 5 moldur. Suyum isə 10. Elə bu da 5 mol olur. Eyni şeydir. Bəli, bu da 5 moldur. Deməli, karbonun sayı 5 imiş. Hidrogenin sayı da 10 imiş. Bu da onda alkenlərə aiddir. Alkenlərdə də həmişə 2 dənə karbon atomu sp2 hibrid vəziyyətindədir deyə 5-dən 2-ni çıxıram. sp3 olan 3 dənə imiş. Yəni A variantı. Gəldik 186-ya. Alkendir, cis və trans izomer əmələ gətirmirsə, R2 və R3 radikallarının birləşməsindən əmələ gələn alkan molekulunda neçə polyar sigma rabitə var? Alken molekulunda hibrid orbitallarının sayı 10-dursa, 4n-2 bərabər imiş 10-a. 4n-2 10-a bərabərdirsə, n-in burada olasıdır 3. 4n-2 14-ə bərabərdirsə, burada isə olacaqdı 4. Deməli, burada 4 dənə karbon atomu var. Burada 3 dənə karbon atomu var. İkinci alken deyir, cis və trans izomerlik əmələ gətirmir. Cis və trans izomerlik əmələ gətirməyibsə, karbonun sayı 4 olan ya buten 1-dir, ya buten 2-dir. 4 dənə cis və trans izomer əmələ gətirmirsə, deməli onda bu nə plus Buten bir. qoymuşuz aşağıda başa düşmürəm.
Mən yazışmalara baxım görüm nə yazışırsınız ki. Nə 11-i keçəndə qalan beyin hüceyrələrimin yanma şəkli. Hə, narahat olmayın. Sizə reaksiyalar verəcəm, yola salacağım onsuz. Biraz sizi sual-cavab eləmək istəyirəm. Sonra biraz bu səhifəyə də baxaq. Orada tez-tez baxaq alkenləri, alkadenləri saxlayacağam. Deməli, birincidə 3 dənədir, ikincidə 4 dənədir. Dedik ki, sis və transizomer əmələ gətirmirsə, onda bu buten 1-dir. Bütün bir Buten 1-in formulunu yazırıq. müəllimə indi gələn dəfəyə biz alkadenə baxacağıq yoxsa halogenlərə? Deyəcəm. Gözləyin. Bunu yazdıq. Yazdıqdan sonra deyirik ki, birincidə də 3 dənə karbon atomudursa budur. İndi siz müəyyən eləyin görün. Eyni radikal burada hansıdır? Eyni CH, radikal CH. vinil radikalıdır. Vinildir o. Vinildir. Deməli, R1-in vinildir. Onda R2 etil imiş. R1-in vinildirsə, onda R3-üm də metil imiş. Bizdən Metil. R2 ilə R3-ü birləşdirdik. C2H5 ilə CH3-ü birləşdirəndə əmələ gələcək C3H8, yəni propan. Propanda da əmələ gələn alken molekulunda neçə polyar sigma var, yəni hidrogenin sayı, o da eləyir 8 dənə D bəndi. Sonra sualınız, zəhmət olmasa tez-tez verin. Burada yoxdur müəllimə məndə. Kimdəsə varsa versin. Məndə qutarıb. Fatimə, Sevanə. Kiminsə sualı varsa zəhmət Yoxdur məndə. olmasa. Bu səhifədə yoxdur. Heç kimdə dəqiq yoxdur. Fatimə, yazdıqlarımı atarsan baxım. Elə bilirsən az yazmısan bu dərs. Oldu müəllimə. Aha, buradan Var müəllimə burada deməli 1.98-dir, bir də 200. aha, 98 və 200. Hansı reaksiyalardan alınan üzvü maddədə birinci karbon atomunun oksidləşmə dərəcəsi -1-dir? İlk öncə etilenin hidratlaşmasından CH5OH. alınır CH3, CH2OH. Birinci karbon atomunu bunu götürsəm, nə olasıdır oksidləşmə dərəcəsi? OH özü -1-dir, hidrogen -1-dir, karbon da onda qalacaq. -1-i vurdum 2-yə, -2, OH -1-dir, karbona da -1 qalmırmı? Bax, bu -1-dir. Bu özü 2-yə vururam, deyə olur -2. İndi karbon neçə olmalıdır ki, cəm 0 olsun? -1 olmalıdır da. -1. Deməli, birincini götürürsən. İkincidə hidrogenləşməsindən alınacaq normal propan. Birinci karbon atomumuz hidrogen -1 olduğuna görə -1 3-ə vuranda -3, -3-dür. Üçüncüdə birləşdirəndə bura CH3 olur, bura brom gedir. O bizdə brom. Yenə -3 olur. Düzdür? Bəli. Bu da getdi, bu da getdi. Dördüncüdə alınır 2 atomlu spir. Düzdür? Bəli. Yenə bax CH2OH-da hidrogeni -1 götürsəm, OH-ı -1 götürsəm, karbona -1 qalır. 4-ü də götürürsən. 5-də də yenə alınasıdır nə? CH2, daha doğrusu CH3, CH2 brom, bu da alınır da. -1, hidrogen -2-dir, karbona yenə -1 qalır. Cavab da olur 1, 4, 5. 200-də deyirik ki, 3,5 qramı 8 qram brom birləşdirən alken molekulunda bir üçlü karbon atomu olarsa hansı ifadələr doğrudur? 3,5 Hafizə, hanı elektrolizin? Hə? Yazmışam müəllimə. Hara qədər yazmısan sən? Duza qədər. Duz yazmamısan? Turşun qutarıb dayanmışam. Suallarımı verməmsən ki? Turşudan xeyir. Verərsən, duzları keç yaz. Tez. 6-cı Yaxşı. günə duzların hamısını qutar. Hamısını yox, mənim 100 dənə.
Hə, yaxşı, 100 dənəsini qutar. Gəldi 200-ə. Tez-tez Hafizə qutar onların hamısını. Dayandırıb saxlamısan. 3,5 qramı 8 qram brom birləşdirən alken molekulunda bir üçlü karbon atomu olarsa hansı ifadələr doğrudur? 3,5 qramı 8 qram birləşdirirsə, brom özünü nə qədər birləşdirir 1 molu? 160. Deyirsən ki, 160. 3,5-i 8-dirsə, neçəsi 160-dır? O da eləyir 70. 72. Kütləsi 70-dirsə, özü neçəymiş? S5H10. Hidrogen halogenidlərlə Markovnikov qaydasına əsasən reaksiyaya daxil olur. Düzdür. Bəli, doğrudur. Yox, əvvəlcə biz bu maddəni Yox. yazaq da, bir üçlü karbon atomu var deyir. Bir üçlü Hə. karbon atomu varsa, maddəmiz budur. Üçlü karbon atomu bu. Əvvəlcə maddəni müəyyən eləyək də. Mən də deyirəm, görürsən, bunlardan müəyyən edəcəyik. Markovnikov bir saniyə. Alkan yazmışam, alken yazmalıydım. Aha, maddəmiz olsun bu. Hidrogen halogenidlərlə Markovnikov qaydasına əsasən daxil olur. Doğrudur. Beynəlxalq nomenklaturaya niyə olmur ki? 1. Hı? 2 səhvdir mənim. Bəli, 2 səhvdir. 3 üstü metil buten bir adı ola bilməz. 5 səhvdir. dənə karbon atomu olmalıdır. Hidrogenləşməsindən 2 metil butan alınır. Bəli, alınır. Mütbəə alınır. Molekulunda 18 hibrid orbitalı var. Karbonun sayı 5-dirsə, bəli, Bəli. doğrudur. 4n-2. Bəli. Su ilə qarşılıqlı təsirindən doymuş bir atomlu spirt alınır. Bəli, alınır. 4-5 doğrudur. Ümumiyyətlə 3 də doğrudur. Bəli, 3, 4, 5. 3, 4, 5 doğrudur. Biri verməyib ki. 1 də var mənim, bəli, 1 də deyil. 1, 3, 4, 5. Bir də 2 səhvdir. Bəli. Güzel. Sonra sualım. Sonra? $205 izah edim. Alkadenlərimiz qalır da bir dənə. Eybi yoxdur, heç nə olmazsa. Bəli. Gözəl tərəfimiz. Onsuz da gələn həftə yeni il həftəsidir deyə, yeni ildə sizi tətilə buraxacam deyə, gələn həftə sizə dərs alasıyam. Neçə ay müəllim? Neçə ay? 1 il. Yox, hə. Ay Allah. 2025-də buraxacam, 2026-da dərsə başlayacaq. 205-ə baxın. Zarafatdır. Hə, dəhşət zarafatdır. Bilirəm, özüm də pis oldum bu zarafata. Deməli, 205-ə baxaq. Alkendir, hidrogenləşmə məhsulunun kütləsi 2x-dır, hidratlaşma məhsulunun kütləsi isə 3x-6-dır. Alken molekulunda karbon atomlarının sayını hesablayın. Buradan biz bilirik ki, alken hidrogenləşəndə alkan əmələ gəlir. Alkanların da nisbi molekul kütləsi 14n plus 2-dir. 14n plus 2 bərabər imiş neçəyə? 2x-a. Hidratlaşma məhsulunun molyar kütləsi isə 3x-6-dır. Bunu belə də götürə bilərsiniz. Heç spirti bilmirsiniz. Bilməlisiniz ki, mən alkenlərin kütləsinin üzərinə 18 qramı gəlsəm, yəni 14 dönün üzərinə 18-i gəlsəm, bərabər olacaq hidratlaşma məhsulunun kütləsinə. Yəni 3x-6-ya. İndi burada riyaziyyatçılar, məndən daha yaxşı bilirsiniz. N-i tapa bilərsinizmi? Və yaxud da x-i tapa bilərsinizmi? Bəli. Aşağıdan yuxarını çıxaram. Aşağıdan yuxarını çıxanda 14 n-lər gedir. 18-dən 2-ni çıxanda 16. Olur x minus 6 bərabərdir 16. 4x bərabər. Aşağıdan 22 olmur mu? x 22 eləmir. X 22 eləyir. X 22-dirsə 14 n plus 2 bərabərdir 44-ə.
14 n bərabərdir 42-yə, n də bərabərdir 3-ə. Yenə 3 çıxdı. Karbon atomunun sayı oldu yenə 3. Aydın oldu? Alkenlərdə deyəsən propendən başqa alken yoxdur. Ancaq cavab 3 çıxır. Aydın Qəbula oldu? gedəndə gözümüzü yumaq mənim CH6 yazaq şəri. Bilməyəndə hə, ağlınıza gəlmədisə bilin alkendirsə CH6 verirlər. Yaxşı, gəldik bu biri səhifəyə. Buyurun, bu biri səhifədən də deyin suallarınızı. Alkenləri bitirək, xahiş edirəm. Alken qalmasın. Alkadenləri də gələn dəfə ətraflıları ilə birlikdə baxacağıq. Buyurun, Məndə yoxdur müəllimə. kimdə varsa versin.